Dördüncü mövzumuz olur proqram təminatı, software. Bu arada bu mövzumuz iki hissəli olacaq. Oldu, o zaman yavaş-yavaş başlayaq. Biz ilk mövzumuzda nə demişdik? Demişdik ki, informatikanın 3 əsas tərkib hissəsi var. Hardware qurğuları öyrənir, brainware alqoritmləri öyrənir ki, biz bunların ikisini də artıq öyrənmişik. Bir də var software. Baxaq görək bu proqram təminatı, software nədir? Baxın, kompüterimizdəki bütün proqramların toplusu olur proqram təminatı. Yəni istəyir Word, Excel, YouTube, Instagram və s. bütün proqramlarımızın, kompüterdəki bütün proqramlarımızın toplusu olur proqram təminatı. Proqram təminatında 3 hissəyə ayırırıq. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı nədir? Baxın, kompüterə və qurğulara kömək edilməsi məqsədi ilə yaradılıb. Kompüterə və qurğulara kömək edilməsi məqsədi ilə yaradılıb. Hər kəsin verdiyi nümunəni mən də verim. Məsələn, kompüterinizə bir virus yoluxub. Bu virusu nə təmizləyəcək? Antivirus. Deməli, antivirus gəldi sizin kompüterinizdəki virusu təmizlədi. Yəni, antivirus kompüterinizə kömək etdi. Bax, buna görə deyirlər ki, sistem proqram təminatı kompüter və qurğulara kömək edilməsi məqsədi ilə yaradılıb. Bir də var tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatı istifadəçilərə, yəni biz insanlara kömək edilməsi, biz insanların işini asanlaşdırılması məqsədi ilə yaradılıb. Sadə şəkildə belə deyək. Müəyyən bir cədvəl yaratmaq istəyirik. Hara gedəcəyik? Excel-ə gedəcəyik, elə deyilmi? Və ya bir yazı yazmaq istəyirik. Hara gedəcəyik? Word-ə gedəcəyik. Yazı yazmaq üçün Word bizim işimizi asanlaşdırırmı? Və ya Excel cədvəl qurmaqda bizim işimizi asanlaşdırırmı? Asanlaşdırır. Bu zaman buna görə deyirlər ki, tətbiqi proqram təminatı istifadəçinin, yəni biz insanların işini asanlaşdırmaq məqsədi ilə yaradılıb. Bir də var instrumental proqram təminatı. Instrumental proqram təminatı həm sistem proqram təminatını yaradır, həm tətbiqi proqram təminatını yaradır. Ona görə deyirlər ki, instrumental proqram təminatı digər bütün proqramları yaradır. Bugünkü mövzumuz dedik ki, iki hissəli olacaq. Yəni iki videodan ibarət olacaq. Birinci video sadəcə və sadəcə sistem proqram təminatından ibarət olacaq. İkinci videoda artıq tətbiqi və instrumental proqram təminatlarını da öyrənəcəyik. O zaman sistem proqram təminatı ilə başlayaq. Biz dedik ki, sistem proqram təminatı nədir? Kompüterlərə və qurğulara kömək edilməsi məqsədi ilə yaradılıb. Sistem proqram təminatını özünün iki hissəyə ayırırlar. Baza proqram təminatı və servis proqram təminatı. Baza proqram təminatında əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri var. Servis proqram təminatında isə diaqnostika, antiviruslar, utilitlər və driverlər var. Gəlin onda sırayla baxaq da. Birinci baza proqram təminatını öyrənək. Ondan sonra servisə keçərik. Okey. Biz nə dedik? Dedik ki, baza proqram təminatını da 3 hissəyə ayıra bilərik. 3 növ var deyək. Əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri. Gəlin sırayla baxaq görək nədir bunlar. Birinci baxırıq əməliyyat sistemlərinə. Nə deyir? Deyir ki, kompüterin işini asanlaşdırır, resursları idarə edir və kompüter ilə insan arasında bir əlaqə yaradır. Nə demək istəyir? Yəni bu hissələr aydındır. Yəni kompüterin işini asanlaşdırır, resursları idarə edir. Bir də var, deyir kompüter ilə insan arasında bir əlaqə yaradır. Nə demək istəyir? Bu gün biz kompüteri açdıq, ilk işə düşən nə olacaq? Əməliyyat sistemi olacaq da, elə deyilmi? Yəni biz bu gün kompüterdə bir əməliyyat yerinə yetiririksə, bir proqramdan istifadə ediriksə, əməliyyat sisteminin köməyi ilə olur bu. Əməliyyat sistemi kompüterdə var və bizə kömək eləyir ki, biz müəyyən bir işi görək, müəyyən bir proqramdan istifadə edək. Buna görə deyirlər ki, əməliyyat sistemi kompüter ilə insan arasında bir əlaqə yaradır, bir dialoq yaradır. İndi baxaq görək bu əməliyyat sistemlərinə nələr aiddir. MS-DOS, Windows'un bütün versiyaları 98, 2000, NT, sonra 7, 8, 10, 11, sonra Unix, Linux, MacOS, Android, iOS, Solaris, Netfire, QNX. Hətta mən buraya yazmağı unutmuşam. OS/2 var. Bu da əməliyyat sistemidir. Bundan sonra nə var? Ubuntu var.
Bunlar hamısı əməliyyat sistemidir və mütləq bilməlisiniz. Ya bu əməliyyat sistemlərlə nələr daxildir, bunu mütləq bilməlisiniz, çünki imtahanda bir sual olaraq düşə bilər. Var bir də əməliyyat örtüşləri. Əməliyyat örtüşləri nədir? Əvvəlcədən deyək ki, hər bir əməliyyat sisteminin üzərində müəyyən bir əməliyyat örtüyü var. O da bunu nəzərdə tutur. Deyir ki, əməliyyat sisteminin üzərində yaradılır, yəni əməliyyat örtüşləri əməliyyat sisteminin üzərində yaradılır və istifadəçinin işini asanlaşdırır. Daha doğrusu, əməliyyat sisteminin işini asanlaşdırır. Əməliyyat örtüşləri əməliyyat sisteminin üzərində yaradılır və əməliyyat sisteminin işini asanlaşdırır. Əməliyyat örtüşlərinə burada, bu da əməliyyat örtüşlərində belə bir şey də var. Deyir ki, əməliyyat sistemləri interfeysin tipinə görə iki cür olur. Əmilli, qrafiki. Qrafiki nədir? Bugün, məsələn, mən buradan bir Word-ə daxil olmaq istəyirəm də. Nə edəcəm? Kliklədim, Word-ə daxil oldum. Elə deyilmi? Bu olur qrafiki proses. Nə oldu? Qrafiki proses. Bir də var əmilli. Mən əgər Word-ə daxil olmaq istəyirəmsə, əmilli formada əvvəl kod yazmalıydım. Nəinki Word-ə hansısa bir proqrama daxil olmaq üçün. Müəyyən bir rəqəmi, bir simvolu belə yazmaq üçün kod yazmalıydım. İndi əməliyyat örtüşləri də əmilli interfeysi qrafiki interfeysə çevirmək üçündür. Deməli, əməliyyat örtüşləri nə üçündür? Əmilli interfeysi qrafiki interfeysə çevirmək üçündür. Bu haqda bu arada əməliyyat sistemlərinin bu əmilli qrafiki olması haqqında növbəti mövzuda daha geniş danışacağıq. Ona görə sadəcə bir cümlədən, iki cümlədən ibarət bir tərif verdim. Əsas siz bilin ki, əməliyyat örtüşləri əmilli interfeysi qrafiki interfeysə çevirmək üçündür. Görək əməliyyat örtüşlərə nələr daxildir. Norton Commander, DOS Navigator, PC Shell, Windows Commander və Xtra Pro Gold. Bunları da mütləq bilməlisiniz. Yəni, avqust ayının ikisində keçirilən imtahanda özüm şəxsən iştirak etdim və burada əslində əməliyyat örtüşlərindən də bir sual düşmüşdü. Aşağıda hansı əməliyyat örtüşlərinə daxildir deyə bir sual var idi. Onun da cavabı navigator, DOS navigator idi. Bunları da mütləq bilməlisiniz. İndi gəlirik şəbəkə əməliyyat sistemlərinə. Deyir ki, şəbəkəyə qoşulmuş kompüterlər arasında informasiya mübadiləsi, informasiya alış-verişi və resursların paylanmasını nə edir? Təmin edir. Yəni, elə bir sistem var ki, şəbəkəyə qoşulmuş o kompüterlər olur. O kompüterlər arasında bir informasiya alış-verişi olur, müəyyən bir faillər göndərilir və s. Bunların hamısını təşkil edən sistem olur şəbəkə əməliyyat sistemləri. Şəbəkə əməliyyat sistemlərinə nümunə olaraq Windows Server, Novel Netfire, Unix, Linux, MacOS, Solaris'i nümunə olaraq göstərə bilərik. Bu oldu bizim nəyimiz? Baza proqram təminatı. İndi baxırıq servis proqram təminatına. Nədir servis proqram təminatı? İstifadəçiyə əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirir. 4 hissəyə ayırırıq. Diaqnostika, antiviruslar, utilitlər və driverlər. İndi gəlin hər birinə yavaş-yavaş baxaq. Deyir diaqnostika və ya diaqnostik proqramlar. Nədir bu diaqnostik proqramlar? Deyir ki, qurğuların, blokların, sistem komponentlərinin işini yoxlayır və nasazlıqlara tapır. Əslində adına fikir versə okeydir hər şey. Diaqnoz. Yəni gedir qurğuların, blokların, sistem komponentlərinin işini yoxlayır, bir dənə diaqnoz qoyur və oradakı nasazlığı tapır. Məsələn, deyir ki, ROM daxilindəki post proqramı da diaqnostik proqramdır. Niyə? Biz fərdi kompüterlər dərsində nə dedik? Dedik ki, post proqramı ROM daxilində yerləşir və kompüter işə düşdükdə anakartın üzərindəki qurğuları yoxlayır. Əgər bir nasazlığı varsa, o nasazlığı tapır. Bax, buna görə deyirik ki, post proqramı bir diaqnostik proqramdır. Deməli, diaqnostik proqramlar nədir? Qurğuların, blokların, sistem komponentlərinin işini yoxlayır, oradakı nasazlıqları tapır. Baxırıq indi driverlərə. Driver nədir? Deyir ki, xarici qurğularla əməliyyat sistemi arasında bir əlaqə yaradır.
Nə demək istəyir? Bunu əslində əvvəl izah vermişdim. Məsələn, deyək ki, bir kompüterə printer qoşmaq istəyirəm. Elə deyilmi? Printeri kompüterə qoşmaq istəyirəm. Kompüterdəki əməliyyat sistemi bilməlidir ki, bu printer nədir və necə işləyir. Yəni, əməliyyat sistemi printeri tanımalıdır. Bax, bu zaman driver deyir ki, gedir əməliyyat sisteminə deyir ki, bu printerdir, bu şəkildə işləyir. Yəni, əməliyyat sisteminə printeri tanıdan və eləcə də başqa bir xarici qurğunu tanıdan driverdir. Okey, bu da driver. Antiviruslar və utilitlər haqqında geniş danışacağıq. Əvvəlcə onlara keçməmişdən əvvəl, yəni antiviruslar və utilitlərə keçməmişdən əvvəl kompüter viruslar haqqında danışmalıyıq. Nə deyir kompüter viruslar haqqında? Deyir ki, çox kiçik həcmli, öz-özünə çoxalma qabiliyyətinə malik və gizlicə sistemə daxil olub, zərərli əməliyyatlar icra edən ziyanverici proqramlar olur kompüter virusları. Kompüter viruslarının 4 əlaməti var. Yəni 4 əlamətə görə biz kompüter viruslarını nə edirik? Ayırırıq. Birinci əlamət yaşayış mühitinə görə. Yəni kompüter viruslarının yaşayış mühitinə görə aşağıdakı növləri var. Birincisi var fail virusları. Nədir fail virusları? Əvvəlcə bilək ki, fail virusları faillara yoluxur, adından da gördüyümüz kimi. Deyir ki, com, exe və bat genişlənməli, yəni uzantılı icra olunan faillərə yoluxur. Yəni elə faillər var ki, sonunda com, exe və bat genişlənmələri var. Həmin o faillərə fail virusları yoluxur. Bir də var yükləmə virusları. Deyir ki, diskin yükləyici sektoruna yoluxur. Yəni bu kompüter ki biz açdıqda bir yükləmə mərhələsi olur. Bax, oradakı o diskin yükləyici sektoruna yükləmə virusları, yəni boot virusları yoluxur. Bir də var şəbəkə virusları. Deyir ki, şəbəkə vasitəsilə kompüterdən kompüterə yayılır. Yəni kompüterdən kompüterə yayılmasının əsas səbəbi nədir? Daha doğrusu necə yayılır? Şəbəkə vasitəsilə. Bir də var dördüncü, fail yükləmə virusları. Deyir, hər iki mühitə eyni anda yoluxur. Hər iki mühit deyəndə nəyi nəzərdə tutur? Fail mühitini və yükləmə mühitini. Baxın, biz nə demişdik? Biz demişdik ki, fail mühitinə fail virusları, yükləmə mühitinə də yükləmə virusları yoluxur. Elə deyilmi? Bax, bu virus hər iki mühitə yoluxur. Yəni, fail və yükləmə virusları həm fail mühitinə, həm də yükləmə mühitinə yoluxur. Buna görə deyirlər ki, hər iki mühitə eyni anda yoluxan viruslardır. Okey, bu oldu yaşayış mühitinə görə. Birinci əlamət. İndi baxırıq yoluxma üsuluna görə. Bu olur ikinci əlamətimiz. Deyir ki, yoluxma üsuluna görə kompüter virusları iki hissəyə bölünür. Rezident və qeyri-rezident. Rezident deyir ki, nəyi nəzərdə tutur? Deyir ki, yoluxanda öz hissəsini əməli yaddaşda saxlayır, kompüter sönənə qədər aktiv qalır. Yəni, rezident viruslar yoluxdu ki, öz hissəsini aparır, RAM-da yerləşdirir, RAM-da saxlayır və kompüter aktiv olduqda, yəni kompüterlə işlədiyiniz müddətdə o rezident virus da aktiv olur. Kompüter söndü ki, o da artıq deaktiv olur. Bir də var qeyri-rezident viruslar. Deyir ki, yalnız müəyyən vaxt aktiv olur. Yəni, hər zaman aktiv olmur. Ya da ki, kompüter işləyən zaman hər zaman aktiv olmur. Müəyyən bir zaman aktiv olur və yaddaşda daim qalmır. Okey, bu oldu ikinci əlamətimiz. Yəni, yoluxma üsuluna görə. Bir də var üçüncü əlamətimiz. Üçüncü əlamətimiz nədir? Destruktiv imkanlarına görə. Destruktiv imkanlarına görə də viruslar 4 hissəyə bölünür. Ziyansız viruslar, yəni təsir etmir, sadəcə diskdə yer tutur. Təhlükəsiz viruslar, təsiri məhduddur. Sonra gəlir artıq təhlükəli viruslar. Sistemdə ciddi xətalar yaradır və dördüncü virusumuz çox təhlükəli viruslar adlanır. Failləri və sistem sahələrini tamamilə silir. Gəlir kompüter viruslarının dördüncü əlaməti. Yəni virusların algoritmik xüsusiyyətləri. Buna görə var soxulcan viruslar, yəni şəbəkədə yayılır, yəni yayılma xüsusiyyəti var. Amma failləri dəyişdirmir. Var troyanlar.
Faydalı bir proqram kimi görünür, amma arxa planda ziyan vurur. Var stealth viruslar, yəni görünməz viruslar. Deyir ki, rezident antivirusları aldadan xüsusi algoritmlə işləyir. Rezident antiviruslar nə idi? Yoluxurdu, virusun bir hissəsi gedirdi, RAM-da qalırdı və RAM aktiv olduğu müddətcə də o da aktiv olurdu. Baxın, rezident viruslar nə idi? Yoluxanda öz hissəsini RAM-da saxlayır və kompüter sönənə qədər aktivdir. Okey, var indi polimorf viruslar. Öz kodunu daim dəyişərək tapılmağı çətinləşdirir. Digər növlərin də sadəcə adını bilsəz bəs eləyəcək. Parazit, makro, tələbə, kompanyon və hoaxlar. Bu arada kompanyon soğulcan viruslar kimi faylları dəyişdirmir. Yəni elə bir xüsusiyyəti yoxdur. Faylları dəyişdirmək kimi bir xüsusiyyəti yoxdur. Gəlirik indi antiviruslara, antivirus proqramları. Antiviruslar nədir? Yəni informatikadan uzaq da belə olsaz, ən azından antivirus sözünün mənasını bilirsiniz. Telefonunuzdakı, kompüterinizdəki virusları təmizləmək üçün, zərərli proqramları təmizləmək üçün biz nələrdən istifadə edirik? Antiviruslardan, antivirus proqramlarından. Deyir ki, antivirus proqramları verilənləri qoruyur, virusları silir, faylları bərpa edir. İndi baxırıq antivirus proqramlarının hansı növləri var. Var skanerlər, başqa bir adı ilə proqram həkimlər. Deyir ki, məlum viruslar axtarıb tapır, yəni əvvəlcədən tanıdığı virusları axtarıb tapır və onları zərərsizləşdirir. Skanerlərə nümunə olaraq Kaspersky, Dr. Web, Node32, Avast, Panda, Avira bunları mütləq şəkildə bilmək lazımdır. Yəni sual düşərkən zaten bunlardan sual düşür. Var müfəttiş proqramlar. Deyir ki, faylların və kataloqların ilkin və sonraki vəziyyətini müqayisə edərək dəyişiklik tapır. Nə başa düşdü? Təbii heç nə. Nə demək istəyir? Belə sadə şəkildə izah edək. Düşünək ki, Word faylı var bir dənə. Elə deyilmi? Bax, bu müfəttiş proqramlar gedir əvvəlcə bu Word sənədini, Word faylını incələyir, həmin o vəziyyətini yadında saxlayır. Word'un o Word faylının vəziyyətini yadında saxlayır. Ondan sonra bu fayla virus bulaşandan sonra virus onu dəyişdirəcək axı. Təzədən gedir, yenə yoxlayır bu Word sənədini. Deyir ki, bu Word sənədi əvvəl başqa bir təzdə idi. Virus yoluxub bunu başqa bir vəziyyətə salıb. Ona görə deyirlər ki, faylların və kataloqların ilkin, yəni əvvəlki və sonraki vəziyyətini müqayisə edərək dəyişikliyi tapır. Nümunə olaraq da adinf misal göstərilə bilər. Gəlir filtrlər, başqa bir adı ilə keşikçilər. Deyir, rezident proqramlarda təhlükəli əməliyyatlara daim nəzarət edir. Təhlükəli əməliyyatlara daim nəzarət edirsə, anlaşılan bir hissədir. Əsas görək bu rezident proqram nədir? Rezident proqram deyərkən, kompüterin işlədiyi müddətdə yaddaşda qalaraq daim fəaliyyət göstərən bir proqram başa düşülür. Yəni, kompüter işləyəndə onun kompüterin yaddaşında qalır və daim fəaliyyət göstərən bir proqramdır. Okey. Filter proqramlarda, keşikçi proqramlarda antiviral, toolkit, pro monitoru misal göstərə bilərik. Gəlir vaksinlər, yəni başqa bir adı ilə immunizatorlar. Deyir ki, proqramları elə dəyişir ki, virus onları yoluxmuş zənn edib toxunmur. Yəni viruslar aldadır ki, bu zaten başqa bir virusa yoluxub. Ona görə viruslar həmin proqrama yoluxmur. Gəlir detektatorlar. Yalnız məlum viruslar, tanıdığı virusları əməli yaddaşda və xarici qurğularda axtarır. Okey, bu da oldu bizim antiviruslarımız. Gəlir verilənlərin sıxlaşdırılması, yəni arxivləşdirmə. Arxivləşdirmə nədir? Onun məqsədi nədir? Deyir ki, faylın ölçüsünü azaltmaq. Yəni, məsələn, 100 megabaytda bir fayl var, onu arxivləşdirir, 70 megabayta gətirib düşürdür. Yəni, onu sıxlaşdırır. Bundan əlavə informasiyanı qorumaq və diskdə yerə qənaət etmək. Gəlir indi arxivləşdirmə proqramları və ya sıxlaşdırma proqramları da deyilir və ya arxivator proqramları da deyilir bunlara. WinZip, WinRAR, 7zip, WinEs və s. Bax, bunların hamısı arxivləşdirmə proqramı da adlanır, sıxlaşdırma proqramı da və ya başqa bir adı ilə arxivator proqramı da adlanır.
Bir də var genişlənmələr. Arxiv fayllarının genişlənmələri, yəni arxiv fayllarının sonluqları. Məsələn, belə bir nümunə verək. Yazaq ki, biraz səliqəsiz oldu. Okey, olsun. Kitab zip. Bax, bu oldu arxiv faylı. Niyə? Çünki bunun sonluğunda arxiv faylının genişlənməsi var. Bax, bunlardan hansı birini görürsünüz? Bilin ki, arxiv fayllarıdır. Okey, gəldi indi self-extracting. Deyir ki, özü açılan arxivlərdir. Kompüterdə arxivator proqramı olmadan da açılır. Nə demək istəyir? Bəzi arxivlər var ki, daha doğrusu bir çox arxiv var ki, bax bu gördüyünüz arxivator proqramları ilə açılır. Amma elələri ki var, onlara bax bu arxivator proqramları lazım deyil. Onlar özləri açılır. Onlar da deyirlər self-extracting. Okey, indi driver haqqında da yenə bir izah verək. Əslində izah vermişdik. Sadəcə bir şəkil üzərində də yenə üzərindən keçək. Nə deyir driver? Məsələn, biz nümunə vermişdik ki, kompüterlə printeri əlaqələndiririk. Yəni, daha doğrusu printeri kompüterlə əlaqələndiririk. Burada ad olaraq vermişik. Baxın, bu əməliyyat sistemi bilməlidir ki, printeri nədir və necə işləyir. Əməliyyat sisteminə də bunu öyrədən driverdir. Deyək ki, driver kompüterlə ona qoşulan xarici qurğu arasında, yəni kompüterlə printer, scanner, modem və s. hər hansı bir xarici qurğu arasında əlaqə yaradan xüsusi proqramlardır. Müvafiq driver kompüterlərə yazılmadan əməliyyat sistemi xarici qurğunu tanıya və ya ona əmr göndərə bilməz. Gəlir utilitlər. Utilitlər nədir? Utilitlər haqqında dedik ki, daha geniş məlumat verəcəyik. Okey, utilitlər nədir? Disk və fayl sisteminə xidmət edən köməkçi proqramlardır. Disk və fayl sisteminə xidmət edən köməkçi proqramlardır. Deməli, bizim köməkçi proqramlarımız nədir? Utilitlər. Baxaq indi utilitlərə görə hansı növləri var. Bunların da hər birini çox yox, sadəcə bir cümlə ilə yadınızda saxlasaz bəsdir. Və ya sadəcə əsas adlarını ilk olaraq bilsəz, yenə bəsdir. Amma hər birinə bir cümlə öyrənsəniz, yaxşı olar. Məsələ başa düşməyinizdir. Var birinci disk cleanup. Nədir? Deyir ki, diskdəki lazımsız faylları silərək diski təmizləyir. Demək, disk cleanup diski təmizləmək üçündür. Var disk defragmenter. Diskdəki məlumatları daha optimal yerləşdirərək onlara daha sürətli müraciət etməyə kömək edir. Deməli, disk defragmenter nədir? Məlumatlara sürətli müraciət etməyimizə kömək edir. Var backup. Məlumatları ehtiyat sürətini yaradır. Məlumatların ehtiyat sürətini yaradan oldu backup. Var scan disk. Deyir ki, diskdəki səhvləri tapır və onları aradan qaldırır. Var drive space. Məlumatları sıxaraq diskdə daha çox informasiya yerləşdirməyə imkan verir. Məsələn, diskdə 1 GB-lıq bir yer var. Bir dəqiqə. Düşünün ki, bir diskdə 1 GB-lıq yer var. Bax, bu disk daxilindəki informasiyanı sıxıb yeni informasiya əlavə etməyə kömək edir. Okey, gəlir formatlaşdırma. Diskdəki məlumatları tam şəkildə silir. Gəlir system information. Kompüter və sistem haqqında məlumat verir. Deyir ki, task scheduler müəyyən vaxtda işi və ya proqram xatırlatmaq, işə salmaq üçün istifadə edilir. Yəni, bizə işi və proqramı xatırladan nədir? Task scheduler. Okey. Bu da oldu bizim sistem proqram təminatımız. Bundan sonraki mövzuda tətbiqi proqram təminatı və instrumental proqram təminatı olacaq. Sağ olun, salamat.